Deməli, burada AM tənbələn olduğu üçün BAM və DAM-i alfa ilə işarə etsək, Z qaydasına əsasən BMA da alfa olur, Hansı bucaq? AMB. Qəşəng. DM də tənbələn olduğuna görə ADM və CDM də beta olsa, yenə Z qaydasına əsasən CMD bucağı beta olur. Bəli. Daha sonra bucaq B və bucaq D qarşılıqlı bucaqlı olduğuna görə bucaq B beta olur. Bucaq B2 betdə olur. Aha. Paraleloqramda bir tərəfə bitişik olan iki bucaq 180 dərəcəyə bərabər olur. 2 betlərin 2 alfanın cəmi 180 olsa, alfa və betanın cəmi 90 olur. Bəli. AMD bucağının 3 bucağına baxsaq, o zaman AMD bucağı 90 dərəcə olur. Yəni düz bucağı üstü qalanır. Bəli, söhbət gedir uşaqlar bu bucaqdan. Pifaqora əsasında AD 17 olur. 8, 15, 17. Qəşəng. Tənbələn olduğuna görə AM, BM bərabər yanlış bucaq olur. Tərəflərini AA işarə etsək. CMD bucağı da bərabər yanlı olur. O da B ilə işarə etsək. CMD də bərabər yanlıdır, bəli. BB deyək, yoxsa necə? B. Yəni paraleloqram olduğuna görə bura A-dırsa, burada A olmayacaq. A, hə. O zaman AA deyək elə, BB deməyək. 2A 17-yə bərabər olur. BC AD-yə bərabər olduğu üçün. Perimetrdə 4 daşlı yensin 17 olur. Yəni 2 vurulsun 17 üstə gələn 17, o da E1. Əhsən, düzdür.